üzləşir, zamanı çatdıra bilmirlər, oxuyurlar mətnləri, deyirlər ki, zamanımız çatmadı, bizə aydın olmadı, biraz daha vaxt olsaydı daha geniş şəkildə cavablandırardıq. Yəni bu problemlər olur. Daha çox məntiqi şəkildə düşünməyə əsaslanır. Ona görə bu belə deyək, prosesdə çətinliklər olur. Əslində şagirdlərin müvafiq imtahanlarda əsas belə deyək də uğurlu nəticə göstərməyinin faktorunu, meyarını nədə görürsünüz? Yəni hansı məqamlar olsa uşaqlar imtahanlarda daha uğurlu nəticə göstərə bilərlər? Düşünürəm ki, belə deyim, əzbərləyərək yox, dərk edərək, hansısa bilmədiyi bir mövzudursa, onun yenidən izahını tələb edərək, daha da evdə, yəni yalnız müəllimin izahı ilə yetərli deyil, özü də evdə bu mövzunun üzərində işləməlidir. Hansı mövzularda qaranlıq varsa, yenidən o mövzuya baxılmalıdır, təkrar olunmalıdır daha çox da. Amma dediyim kimi, son günə bunu saxlamaq lazım deyil, tədricən bu olmalıdır. Bu elə bir prosesdir ki, bu əvvəldən başlanılır bu prosesə. Yəni bir gündə bu bilmədiyiniz bütün mövzular aydın ola bilməz sizə. Əvvəldən yavaş-yavaş, addım-addım nə çətinlik varsa vaxtında üzərinə düşünməlidir. Əlbəttə, düşünürəm ki, həqiqətən də müəllimlərimiz, yəni pedaqoji fəaliyyətdən az öncə danışdıq. Cabir müəllim, az öncə sizin pedaqoji fəaliyyətiniz barədə də müəyyən incə məqamlara toxunmuş olduq. Qısa olaraq istəyəcəm, bax, dərslərdə muğamın incəliklərindən, sənətin mədəniyyətindən, səhnə mədəniyyətindən başqa uşaqlara